Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Dərsi hazırlıq dərslərimiz davam edir. Bu gün sizə tikiş məmulatları haqqında ümumi məlumat və onların təsnifatı mövzusunda ətraflı və maraqlı bir izah təqdim etmək istəyirəm. Hazırsınızsa, gəlin başlayaq. Dəyərli müəllimlər, biz bilirik ki, tikiş məmulatları deyəndə yalnız geyimlər nəzərdə tutulmur. Həmçinin burada yataqlar, yataq dəstləri, süfrələr, ondan sonra pərdələr və sair misal göstərmək mümkündür. Geyim isə insanın xarici mühiti təsirindən qorumaqla yanaşı, eyni zamanda estetik görünüş və sağlamlıq üçün də vacib rol oynayan əsas amillərdən biridir. Geyim özü əsas 5 sinifə bölünür müəllimlər. Bura daxildir məişət geyimləri, idman geyimləri, xüsusi geyimlər, ziyafət geyimləri, milli geyimlər və onlar da hər biri ayrı-ayrılıqda qruplara ayrılır. Bunlara da üst geyimlər, yüngül, alt, baş və yataq məmulatları aiddir. Üst geyimlər deyəndə təbii ki, palto, gödəkcə, yüngül geyimlər deyəndə paltar, köynək, alt geyimləri pijama, alt paltarı, baş geyimləri beretdir, şilyapadır, ləçəkdir. Yataq məmulatları isə adından da bəlli olduğu kimi yorğan üzü, döşək və sair kimi məmulatları misal göstərmək mümkündür. Geyimlər də özlüyündə bir sıra tələblərə cavab verməlidir müəllimlər. Görünüşünə görə, cinsinə görə, yaşına görə, fəslinə görə, parçanın xüsusiyyətinə, təyinatına görə, yəni hər bir geyim müəyyən məqsədlərə xidmət etməlidir. Və bir də var moda, stil anlayışı. Moda dəyişən üslub deməkdir müəllimlər. O mədəniyyətin bir hissəsi kimi daim yenilənməkdədir. Və stil isə modelin əsas strukturunu müəyyənləşdirən amildir. Və ən çox da rast gəlinən 4 stil, üslub vardır. Yəni stillə üslub eyni anlamdadır, müəllimlər, sizi çaşdırmasın. Deməli, bura daxildir klassik, idman, romantik və folklor. Hər biri də özünə məxsus cizgilərə malikdir və bəzən bu üslublar bir modeldə də birləşdirmək mümkündür. Üslub hər hansı geyimin modelinə məxsus olan bədii, texniki, funksional xüsusiyyətlərin birliyidir demək olar ki. Geyim üslubu onun xarici görünüşünü, estetik dəyərini formalaşdıran əsas amillərdəndir. İlk öncə mən sizə danışmaq istəyirəm klassik üslubdan. Məsələn, klassik üslub sakit rənglər, düz biçimlər, minimal bəzəklər, ənənəvi görünüşlü, sadə və rahatdır. Tətbiq sahəsi isə əsasən adından da bəlli olduğu kimi iş geyimidir, demək olar ki, rəsmi görüşlərdə, gündəlik həyatımızda da istifadə etmək mümkündür. Əsas üstünlüyü də elə ondadır ki, vaxtsızdır, yəni uzun müddət dəbdə qalır və ciddi və səliqəli görünüş yaradır. Ondan sonra ikinci bir üslubumuz isə stilimiz idman üslubudur. İdman da rahatlıq, hərəkət azadlığı, yüngül, dayanıqlı parçalardan istifadə olunur. Ciblər, paqonlar, elastik kəmərlər, bəzək metallar, düymələrlə istifadə olunur, yəni əsasən bəzədilir. Tətbiq sahəsi isə gündəlik geyimdir. Gəzintidə, idmanla məşğul olanda rahat istifadə etmək mümkündür. Üstünlük cəhətdəki praktikdir, rahatlıq verir. Həm uşaqlarda, həm də böyüklər tərəfindən sevilərək geyinilən bir geyim növüdür. Daha sonra gəlir romantik üslub. Romantik üslub da elə adından da bəlli olduğu kimi yumşaq parçalardan istifadə olunur. İncə və zərif detallarla bəzədilir. Büzgülər, qırçınlar, tesmalar, süni güllər onlara xüsusi bəzək verir. Ziyafət, tədbir, bayram, mərasim kimi yerlərdə ən çox istifadə olunur. Üstünlüyü isə zərif və elastik görünüşə malik olur. Qadın sayağı bir geyimdir. Daha çox qadınlığı bir üzə verən bir geyim formasıdır. Yumşaqlığı da ki, xüsusi, yəni vurğulanmalı olan amillərdəndir. Ondan sonra gəlir folklor üslubu. Folklor üslubu da daha çox milli geyimlərə əsaslanır. Sadə forma, əl işi olan bəzəklər, naxış, tikmə, xalq sənətindən alınan detallardır. Yəni bura elə bir növ xüsusi öz geyimlərimizi, milli geyimlərimizi misal göstərmək mümkündür. Milli tədbirlərdə, bayramlarda, səhnə geyimlərində, etnik tərzdə gündəlik istifadə olunur. Üstün cəhətdəki milli dəyəri qoruyur, fərqli və diqqətli görünüş yaradır. Yəni əsas üstünlüyü budur. Yəni folklor deyəndə ilk öncə yadınıza milli geyimlər düşsün. Müasir dizaynda bir geyimdə bir neçə üslub elementlərinin qarşılıqlı formada birləşdirib geyim hazırlamaq da mümkündür.
Yəni burada həm zövqün fərqliliyi aşılanır, həm də ki kreativlik yəni əks olunur daha çox. Ondan sonra geyimin hazırlanmasında əsas amillərdən biri də sülliyyət və formadır. Geyimin formasını ilk baxışdan onun sülliyyəti müəyyən eləyir müəllimlər. Yadınızda saxlayın. Sülliyyət geyimin xarici cizgisidir. Məsələn, biz indi sizlə çiyin geyimlərini keçəndə sülliyyətin növləri ilə tanış olacağıq. Orada X şəkilli var, trapesiya var, oval, düz bucaqlı, qum saatı və s. kimi misal göstərmək mümkündür. Əsasən sülliyyətdə bel xətti xüsusi vurğulanır. Yəni bel xətti əsas məğzdir orada. Yəni bir növ geyimin xarici cizgisidir da. Və bir də əsas amillərdən biri də geyimə qoyulan texniki və estetik tələblərdir. Geyimin yalnız gözəl görünməsi deyil, onlar da xüsusi tələblərə cavab verməlidir. Bura aiddir texniki, gigiyenik, antropometrik, estetik və s. kimi növləri misal göstərmək mümkündür. İlk öncə məlumat vermək istəyirəm texniki tələblərdən. Texniki tələb deyəndə geyim düzgün konstruksiyada olmalıdır. Əsas şərtlərdən biridir. İstehsalatda qənaətcil, səmərəli texnologiyalar tətbiq edilməlidir. Geyim fiquraya uyğun oturmalıdır. Tikişlər möhkəm olmalıdır. İstehsalat zamanı vaxt və material itkisi minimuma endirilməlidir. Yəni bir növ bəzi geyimlər var, mən şəxsən özüm rastlaşmışam. Yəni alıram, evə gətirirəm, yəni ikinci dəfə artıq o əynimə geyəndə görürəm harası söküldü. Yəni görün nə qədər texniki tələblər pozulub ki burada. Geyimdə yəni bu hal baş verir də. Yəni texniki tələb deyəndə bir növ bu nəzərdə tutulur. Möhkəmliyi, geyimin möhkəmliyi, möhkəm tikilməsi əsas yəni məğzdir. İkinci bir tələb isə gigiyenik tələbdir. Gigiyenik tələbdə isə müəllimlər əsas yəni parça nəfəs alan olmalıdır, hava keçirməlidir. Nəmişliyi udmalı, bədəndə uzaqlaşdırılmalı, higroskopik olmalıdır daha çox. Ondan sonra toz yığmamalıdır, dərini qıcıqlandırmamalıdır, istiliyi qoruyub saxlamalı, lazım olduqda xaric etməyi bacarmalıdır. Yəni bir növ sağlamlığımız üçün əsas amillərdən biridir bu tələb. Ondan sonra bir də var antropometrik tələb. Antropometrik tələbdə isə geyim bədənin ölçülərinə uyğun hazırlanmalıdır. Hərəkət məhdudlaşdırmamalıdır, rahatlıq təmin etməlidir. Oturarkən, hərəkət edərkən, uzananda insan sıxılmamalıdır. Bir növ, yəni rahatlığın öndə olmalıdır. Mən şərt deyil bu geyimi geyinim, bu mənə yaraşsın. O geyimdə mən rahat olmalıyam ki, sağlığım üçün də hər hansısa bir fəsad yaratmasın mənim üçün. Yəni antropometrik tələb deyəndə bunlar nəzərdə tutulur. Sonra digər bir tələbimiz isə eqonometrik tələbdir. Adından da bəlli olduğu kimi burada artıq eqolar nəzərə alınmalıdır. Daha doğrusu belə deyim, geyimin iş şəraitinə, fəaliyyət növünə uyğun bir formada hazırlanmalıdır. Məsəl üçün mən aşbazam. Aşbaz geyimi əsasən nə ilə üstünlük təyin etməlidir? Geyim yanğına davamlı olmalıdır, rahat olmalıdır. Məsəl üçün, yəni tez ləkə götürməməlidir. Və yaxud həkimlər üçün gigiyenik və yuyula bilən olmalıdır. Bu kimi xüsusiyyətlər xüsusi diqqət yetirilməlidir. Ondan sonra bir də var estetik, bədiilik tələb eləsin. Məsələn, bura nəyə misal göstərmək olar? Geyim gözə xoş gəlməlidir. Yəni mən ilk baxışdan o geyimə vurulmalıyam sanki. Hər kəs tərəfindən yaxşı qarşılanmalıdır. Məsələn, bəzi insanlar var ki, heç geyim yəni zövqü yoxdur. Hara nəyi necə geyiniləcəyini heç vaxt yaxşı bilmirlər. Yəni nəyi hara gəldi geyinirlər məsələn. Bu bir növ ən mənfi xüsusiyyətlərdən biridir. Rəng seçimi, biçimi, bəzəkləri zövqlə tərtib edilməlidir hər bir geyimin. Geyim səliqəli olmalıdır, fiquranın gözəlliyini vurğulamalıdır və bədənimizin formasının mütləq ki nəzərə alınmalıdır ki, bu insan hamı tərəfindən xoş qarşılana bilsin. Yəni o məsələn belə götürəndə bir el sözü var, deyir insanı geyiminə görə qarşılayırlar da əsasən. Yəni sən geyimə görə qarşılayanda o yəni hər bir insana xoş təəssürat bağışlamalıdır. Yəni mənfi enerji verməli deyil sənin geyimin kiməsə.
Bugünkü mövzumuz haqqında bu qədər müəllimlər. Ümid edirəm ki, bu video sizin üçün faydalı olacaq. Əgər bu cür dərslər davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olun, bəyənmə düyməsini basın, fikirlərinizi şərhdə yazmağı unutmayın. Sizin fikirləriniz, iradlarınız mənim üçün önəmlidir. Hər hansısa bir nöqsan aşkarlayarsınızsa, hər hansısa bir şeydə yenilik eləməyimi istəyirsinizsə, yəni fikirlərinizi bildirməyi unutmayın. Diqqətinizə görə təşəkkür edirəm müəllimlər. Hər birinizə uğurlar arzulayıram.